Bismillahirrahmanirrahim. Fitrə zəkatı kimin əvəzindən çıxarılmalıdır? Bu mövzuya Allahın izni ilə aydınlıq gətirməyə çalışacağıq. Ramazan bayramı gecəsi dolanışığı öhdəsinə düşən kiçik və ya böyük, müsəlman və ya kafir olan hər bir şəxsin əvəzindən fitrə zəkatı verilməlidir. Buna əsasən də bayram axşamı günəş batmadan əvvəl qonaq qəbul edən şəxs süfrəsindən yeyən, dolanışığı müvəqqəti olsa da öhdəsində olan bütün qonaqların əvəzindən fitrə zəkatı verməlidir. Lakin qonaqlar öz fitrə zəkatlarını çıxararlarsa ona vacib olmaz. Yəni ev yiyəsinin öhdəsindən bu məsuliyyət götürülmüş olar. Bəzi alimlərin rəyinə əsasən bayram gecəsi iftara dəvət olunan qonaqların fitrə zəkatı ev sahibinin öhdəsində deyil.